Allah bütün her şeyin yaradıcısıdırsa, hiçbir şeye ihtiyacı yoksa, bizim ibadetimize ne ihtiyacı var? Ona da ehtiyacı yok. Bizim ehtiyacımız var sadece. Bizim ne ihtiyacımız var? İbadət əslində kainatda nizamı tənzimləyir. Yəni asayişi tənzimləyir. İbadət dediyimiz sadəcə namaz qılmaq deyil. İbadət başqasının haqqını girməməkdir. Haqsız yerə bir insana iftira atılmaqdır. Faiz yeməməkdir. Sən özün yaxşı yaşamaq üçün digərlərinə ziyan vurmursan. Digərlərinin haqqını girmirsən. Toplumu bir rəfaha çağırır. Dövlətin qanunları nə üçündür? İbadət nədir özü? Məsələn, bir cümlə ilə ifade. İbadət qulluqdur. İbadət bir qanuna tabe olmaqdır. İbadət Allahın qanunlarına tabe olmaqdır. Yəni sən bilirsən ki, sən qulsan, həddini aşmamalısan. İbadət əslində bir cəhətdə həddi aşmamaqdır. Məsələn, içki içməmək ibadətdir yoxsa yox? O da bir ibadətdir. Çünki biz ibadət deyəndə ancaq filan şey eləməlisən. Eləməməlisənlər də ibadət. Bəli. Eləməməlisən niyə ibadət olur? Başa düşmürəm. Çünki bu Allahın əmridir. Allahın əmri də kainatda yaşamı rahatlaşdırar, çətinləşdirməz. Allahın çox faydalıdır. hansı əmrini yerinə yetirsək bu ibadət sayılır? Allahın bütün əmrlərini yerinə yetirsək bu ibadətdir. Bütün qadağalarını etməsək ibadətdir. Hamısı ibadətdir.